Qurandan bildiyimiz kimi, Allah insanların günahlarından istədiyini bağışlaya bilər, tək ona şərik qoşmaqdan başqa. Bütün bu baş verənlər, görəsən, məhz bunun qarşısını almağa yönəlməyibmi? Gəlin, keçmişə və bugünə nəzər salaraq, aşağıda verilən suallar üzərində təfəkkür edək, düşünməyə çalışaq. Bu suallar gələcəyə deyil, keçmişə və bugünümüzə aiddir. Biz, keçmişə baxaraq bugün nə baş verdiyini artıq görə bilirik. Bunu xüsusi vurğulayırıq ki, sonradan bizi qeyb elmini axtarmaqda ittiham etməsinlər. Çünki toxunduğumuz hadisələr keçmişə və bugünümüzə aiddir. Yəni, yaşanmış hadisələrdir. Gələcəyi, başqa sözlə, qeybi görmək deyil. İndi çox ciddi məsələlərə toxunacağıq və aşağıdakı suallar üzərində düşünəcəyik. 1. Peyğəmbərin özündən sonra bir oğlu qalsaydı, nə baş verərdi? 2. Peyğəmbərin övladlığı onun hüquqi varisi kimi qalsaydı, nə baş verərdi? 3. Peyğəmbərin vəfatından sonra onun zövcələrindən biri ilə kimsə evlənsəydi, nə baş verərdi? 4. Kim əmin ola bilər ki, bugün Peyğəmbərin adından vəhi kimi təqdim edilən rəvayətlər toplusu insanların öz əlləri ilə yazdığı kitab deyil, yəni əvvəlki ümmətlərin buraxdığı səhv eyni qaydada təkrarlanmayıb. İnsanlar tarix boyu Allaha şərik qoşmağa meyilli olublar və bu əməli minillər boyu təkrarlayıblar. Onlar nəinki Peyğəmbərlərin övladlarını, hətta bəzən Peyğəmbərlərin özlərini belə Allahın oğlu adlandıracaq qədər irəli gediblər. Bu səbəbdən belə bir sual yaranır. Allahın Peyğəmbərə yetkinlik yaşına çatmış bir oğul övladı verməməsində bir hikmət ola bilərdimi? Özümüzə sual verək. Əgər Peyğəmbərin yetkinlik yaşına çatmış bir oğlu olsaydı, insanlar Peyğəmbərin vəfatından sonra vəhy almayan həmən şəxsi müqəddəsləşdirib ilahi məqam sahibi kimi qəbul edə və nəticədə dində imtiyazlı bir nəsil anlayışı yarada bilərdilərmi? Əgər həqiqətən belə olsaydı, bu, tövhid prinsipinə zidd düşər və Allaha şərik qoşmağa aparan bir yol aça bilərdi. Bəlkə Allah məhz buna görə Peyğəmbərə yetkinlik yaşına çatmış bir oğul övladı verməyib ki, insanlar sonradan onu ilahiləşdirməsinlər. Quranda Əhzab surəsinin 40-cı ayəsində Peyğəmbərin heç bir kişinin atası olmadığının vurğulanması da bəlkə məhz bu ehtimalın qarşısını almaq üçündür. Eyni məntiq Peyğəmbərin övladlığı haqqında nazil olan hökmdə də özünü göstərir. Keçmiş dövrdə, hətta indinin özündə də övladlıq bioloji övladla eyni hüquqi və ictimai statusa malik sayılırdı və sayılır. Burada yenə sual yaranır. Əgər bu anlayış eyni ilə davam etsəydi, Peyğəmbərin övladlığı və onun nəsli sonradan müqəddəsləşdirilə bilərdimi? Bəlkə elə buna görə Allah Peyğəmbərin övladlığının boşadığı xanımla Peyğəmbərin evlənməsini əmr etdi. Bununla göstərildi ki, övladlıq bioloji qohumluq yaratmır və həm də onun üzərindən dini yaxud siyasi üstünlük iddiası irəli sürülə bilməz. Peyğəmbərin zövcələrinin möminlərin anaları adlandırılması və onun vəfatından sonra onlarla evlənməyin qadağan edilməsi də oxşar məqsədə xidmət etmiş ola bilər. Əks halda, Peyğəmbərin vəfatından sonra hakimiyyət iddiasında olan şəxslər həmin evliliklərdən istifadə edərək özlərinə dini legitimlik qazandırmağa çalışa bilərdilər. Ən mühüm məsələ isə qanun qoymaq səlahiyyətidir. İslamda haram və halalı müəyyən etmək yalnız Allaha məxsusdur. Quran insanları öz dilləri ilə bu halaldır, bu haramdır deyərək yalan uydurmaqdan çəkindirir. Allahdan başqa hər hansı bir insanın sözünü Allahın hökmü səviyyəsinə qaldırmaq, əslində onun səlahiyyətini insana vermək deməkdir. Bu isə şərik qoşmağın başqa bir forması kimi qiymətləndirilə bilər. Tarixi baxımdan məlumdur ki, Peyğəmbərin sağlığında qorunaraq yazıya alınmış yeganə vəhiy mətni Qurandır. Rəvayətlər isə onun dövründə rəsmi kitab halına salınmamışdı. O zaman nə səs yazısı, nə də video qeydi mövcud idi ki, deyilən sözlər tam dəqiqliyi ilə qorunsun. Rəvayətlərin sistemli şəkildə toplanması Peyğəmbərin vəfatından təxminən 150-200 il sonra baş vermişdir. Quranda Peyğəmbərin yalnız vəhyə tabi olduğu açıq şəkildə bildirilir. Yunus surəsinin 15-ci ayəsində belə buyrulur. De, mən onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabi oluram.
Bu baxımdan, bəşəriyyət üçün zəruri olan bütün dini hökmlərin Quranda mövcud olduğu qəbul edilirsə, sonradan nəql olunan rəvayətləri Allahın hökmü səviyyəsinə yüksəltmək ciddi suallar doğurur. Çünki müxtəlif qrupların fərqli rəvayətlərə əsas götürməsi zamanla ziddiyyətlərə, parçalanmaya və firqələşməyə səbəb olmuşdur. Quran bu təhlükəyə Əl-Bəqərə surəsinin 79-cu ayəsində belə diqqət çəkir. Öz əlləri ilə kitab yazıb, sonra da Allah tərəfindəndir deyənlərin vay halına, öz əlləri ilə yazdıqlarına görə onların vay halına, qazandıqlarına görə də onların vay halına. Bu ayə insanı düşündürür. Allahın adından hökm verən, dini qaydalar müəyyən edən və kitablar yazan şəxslərdən kim tam əmin ola bilər ki, yazdıqları həqiqətən Allahın hökmüdür və onu öz əlləri ilə yazıb insanlara vəhiy kimi Allahın adından təqdim etməyiblər. İnsanların tarix boyunca həm insanları ilahiləşdirməyə, həm də insan sözünü dinləşdirməyə meyilli olduqlarını nəzərə alsaq, Quranın yeganə dəyişməz meyyar kimi qorunmasının hikməti daha aydın görünür. Nə nəsil bağı, nə övladlıq, nə də sonradan meydana çıxmış rəvayətlər Allahın vəhyinin yerini tuta bilməz. Dində parçalanmadan qorunmağın yolu isə insanları deyil, Allahın nazil etdiyi vəhyi əsas meyyar qəbul etməkdir.